Aşağıdakilerden hansı canlıdır? Baxaq. A variantında stul verilib. Stul canlıdırmı? Xeyr, stul cansızdır. B-də qaya verilib. Qaya da cansızdır. C-də isə quş görürük. Bildiyimiz kimi heyvanlar canlı varlıqlardır. Quş canlıdır. C variantı doğru cavabdır. Lalə təbiəti müşahidə etməyi sevir. Pəncərədən baxdıqda ağacların qızılı yarpaqlara büründüyünü, yarpaqların töküldüyünü gördü. Sizcə Lalə hansı fəsl müşahidə edirdi? Ağaclar nə zaman qızılı yarpaqlara bürünür, yarpaqlar tökülür? Əlbəttə ki, payız fəslində. Lalə payız fəslini müşahidə edirdi. C variantı doğru cavabdır. Verilmiş fikirləri təmsil edən düzgün şəkil müəyyən edin. Mart ayında qeyd olunur, baharın gəlişinin əsas simvoludur. Dostlar, biz baharın gəlişini Novruz bayramı ilə qeyd edirik. Novruz bayramı mart ayında qeyd olunur. Novruz bayramının əsas simvollarından, əsas atributlarından biri də şəkərburadır. B variantında şəkərbura görürük. Cavabımız oldu B variantında. Hansı simvol yağışlı havanı bildirir? A variantında günəşli hava görürük. B-də qarlı hava. C-də isə yağışlı hava, düzdür, buluddan yağış yağır. C variantı doğru cavabdır. Musiqi dinləyərkən bu hiss üzvümüzdən istifadə edirik. Biz burnumuzla qoxlayırıq, gözümüzlə görürük, qulağımızla isə eşidirik, dinləyirik. Yəni musiqi dinləyərkən qulağımızla dinləyirik. C variantı doğru cavabdır.